Mənə də deyirlər. Baxın, deyirlər ki, həyatı zövq ala yaşa. Düzdür, yəqin hər kəsə deyirlər. Bu sözü çox vaxt hər kəsə. Bu bir təsəlli. İndi baxın, ətin kilosu 20-25 manat. Qəndin kilosu 4-5 manat. Bir paçka çay 4 manat. Və yaxud da ki, 1 litrlik yağ 10 manata alan insan necə zövq ala yaşasın? Hər bir insanın haqqıdır. Bu həyatdan zövq alsın, zövq ala böyüsün, yaşad olsun, yaşlansın. Bu hər bir insanın haqqıdır. Amma baxın, zövq kəlməsi elə bir kəlmədir ki, onun tərkibinə, onun daxilinə insan həyatı üçün böyük əhəmiyyət kəsb edən o məsələlər daxildir. Amma mən deyirəm ki, bu cür o zövq kəlməsinin Z hərfi minimum 1000-1500 manatdan başlayır. Yəqin başa düşənlər bildi ki, mən nə demək istəyirəm. Yəni, həyatdan zövq almaq üçün sənin yaxşı imkanın olmalıdır. Amma bu gün günə 15-20 manata işləyən insanlar, çoxdur belə insanlar, necə həyatdan zövq alsın? Əgər o evdə evladının yanına əli boş gedirsə, necə zövq alsın həyatdan? Düzdür. Məsələn, var da, kişilərimiz var, məsələn, boş vaxtı olanda istəyir ki, o boş vaxtını nəysə bir başını qarışdırmaqla geçsin. Gedib 1 manatlıq çayxanada oturur. 1 manatlıq çayxanada səncə zövq almaq olar? Təbii ki, xeyr. Bir çayını iç çay, bir də sən yenə baş-başa qalacaqsan. Yenə düşünə-düşünə qalacaqsan. Amma insan axtarışda olur. Deyir ki, mənim də ruhum dincəlsin. Mənim də bir beynim dincəlsin. Gedin bir insan ruhunu oxşayan bir mənzərəli bir yer tapım, orada əyləşin, bir stəkan çay içim rahat. Gedib elə bir mənzərəli yer tapır, əyləşir çay içməyə, bir çayını iç çay gəlir 25-30 manata. Yaxşı, bu insan bu 25-30 manatı düşünə-düşünə necə zövq ala bilər? Necə zövq ala yaşaya bilər? Yəni, bugün siz, mən düşünmürəm, düzdür, insan həyata bir dəfə gəlir, yaşamalıdır, yaşamağı bacarmalıdır daha doğrusu. Amma yenə də görürsən ki, var, belə insanlar var, kasıbçılıqla, günə 15-20 manat qazanmaqla, 12 saat işləməklə, yəni bu insanlar necə zövq ala bilər həyatda? Bir haşiyə çıxım. Deməli, bir ay bundan öncə